Və demişdin ki, Qızımla mən qızımın üzünü yalnız ən bahalı, ən çox pul verən şirkətə simaya... Nə oldu? Mənə maraqlıdır. 2025-də verdilər mi o pulu sənə? Yox, məsələ nə? Bir şirkət var idi. Daha doğrusu bir neçə şirkət var idi. Aha. Mən onu deyəndən sonra bizə zənglər eləyirdi. Məhz məni öldürəcəyindi. Bizə bir neçə bütçələr təklif elədilər. Filan bütçəni verərik. Ən böyük bütçə nə idi? Ən böyük aralarında? 90.000 manat. Oh! Hə, bir illik sima olmaq üçün normaldır. Bəli. Ay 9 milyon üçün normaldır. Bəli, bəli. Mən də dedim ki, yox. 100 min. Biraz da çox dedim. Nə qədər istədin? Dedim, sən nə danış deyinməsi? Denəndə niyə demirsin? Dedim, nə danışda? Mən qızım hər dəfə gələcək, ora çəkiliş eləyəcəksən. O, çox çəkiliş istəyəndə o, hə. Elə şey olur. O dedi ki, il ərzində nə çəkilişimiz olsa olacaqsınız, nə bilim, həm yalnızca bu çöldəki fotosesiyalar, billboardlar falan deyil. Bilirəm, onlar şərtdir. Hə, hər şeydir. O dedim, yox, mənlik deyil. Onu dedim ki, bunu biraz da qaldıraq, eləyək 150 min. Hə. Mən də param maşınımın zadın kreditini bağlayayım. Aha, sən sevginin hesabına hinduşa qazanmaq istədin, hə? Və sonra nə oldu? Havayı paylaşdın. Yox. Bax, gördün? Sonra 90'dan da kaldı. 90-dan da qalır. Çox istəyən azdan da qalar. 90'dan qaldı. Heç vaxt, məsələn, heç vaxt demədim ki, məsələn, kaş razılaşardıq. Bu yoxdur məndə. Amma havayı paylaşdın birdən-birə. Bəli, dedim qızımın doğum günündə qoy paylaşım. 1 yaşında paylaşdım.